Salam əziz dinləyicilər, bugünkü mövzumuz hemoroektomiyadan sonra ağırlaşmalardır. Bir ay ərzində artıq 4 belə əməliyyat icra etdik. Çox təəssüflə qeyd edərdik ki, bölgələrdə aparılmış hemoroektomiya əməliyyatından sonra 2 xəstəmizdə analdarlıq, 2 xəstəmizdə isə sfinkter çatmamazlığı müşahidə etdik. Böyük ehtimal bunu mütəxəssis, yəni proktoloq etməmişdi. Analdarlıq olan xəstələrdə sonraki dövrdə təbii ki, fistullar formalaşır. Bu xəstələr çox əzab, əziyyətlə defekasiya aktını icra edirlər. İkinci qrup xəstələrimizdə isə qaz qaçırma, nəciz qaçırma təsadüf olundu. Təbii ki, bu ikincili olaraq bu əməliyyatlar daha ağır və daha çox travmatik sayılır. Şükürlər olsun, patologiyanı aradan götürdük. Xəstələr özlərini rahat hiss edirlər. Sizdən bir tövsiyə olunur, yəni harda olmağınızdan asılı olmayaraq, əgər proktoloji problemləriniz varsa, vaxtında ixtisas mütəxəssislərinə, yəni proktoloqlara müraciət edib, düzgün əməliyyatlardan yararlanarsınız. Sağlam olun. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.